Salam, hər vaxtınız xeyir əziz dostlar. 30 aprel 2026-cı il və görürsünüz Buça şəhərinə girdik. Buça qəsəbəsində. Mən sizə efirlərdən həmişə deyirəm də Buça nə qədər gözəl bir yaşayış məntəqəsidir. Kiyevin 15-ci kilometrin təxminən 17-ci, təxminən belə bir məsafədədir. Baxın görün nələr var bu şəhərdə. Şəhər balaca bir vaxtında kənd idi. Mən burada yaşamışam, zamanında yeri gəlmişəm. Ne olub, necə deyərlər, çox gözəl bir yer, çox gözəl bir yerdir. Bak, buranın bu gözəlliyi, insanların həyatı, baxırsınız, inkişaf, doğrudan da belədir. Çox gözəl bir yerdir, çox gözəl. Deməli, şahidlər deyirlər ki, mən dostlarım varsa danışmışdım, baş prokurorluqdakı Buça işini aparırlar, yəni beynəlxalq tribunallar üçün. Hətta Rusları, yəni o vəhşiləri əsəbləşdirən həm də ondan ibarət olub ki, niyə axı siz belə gözəl yaşayırsınız? Gözəl yaşamaq üçün işləmək lazımdır. Baxırsınız, bura Buçadır, düzdür, hamısını çox yerləri bərpa ediblər. Siz görmürsünüz, burada ateş yerləri də olur filanlarla. Amma əsas məsələ bu sağ tərəfdə küçələrdə olur, bu mərkəzi yerlərdir. Sen de görürsünüz. Neyse, sözüm burasındadır ki, bak görürsünüz ne kadar güzel bir yerdir. Yani o vəhşiləri, terroristləri, Rus terroru qəzəbləndirib ki, siz niyə belə yaxşı yaşayırsınız? Doğrudan da hər həyatın özünün deməli, avtomobil dayanacaq yeri, belə çox gözəl bir yerdir, doğrudan geçə bir yerdir. Çünki Kiyev vilayətinin ən bahalı yerlərindən biri hesab olunur. Bundan bahalı yəqin Konçezaspadır, bir neçə rayonlar da var. Amma bura çox gözəl yerdir və Vorzelincə keçdik. Vorzel deməli birində Ramada deyirlər də, bir icmadır. Deməli oksigen sıxlığına görə Buça, Vorzelin oksigeni Kislovodsk və Pitigorsk'ın sıxlığından geri qalır. Görürsünüz necə gözəl yerlərdir. Bu Rusiya vəhşilərini, şimal vəhşilərini narahat edir ki, siz niyə belə yaxşı yaşayırsınız? Şəhər stadionu görürsünüz. Hər şey var da, yəni belə sırf Avropa tipli, Avropadakı belə kiçik yaşayış məntəqələri olur. Bu belə kiçik deyil. Onlar da bir 40 bin əhalisi yəqin ki, artıq. Çünki o qədər tikiblər, düzəldiblər, nə bilim, hər şey var da, hər şey. Görürsünüz necə gözəl yerlərdir. Dövlətlərin bayraqları, kimlər burada var, kimlər yoxdur, kimlər təmsil olunur, biləsiniz. Mən ona görə istədim ki, Buçadan çəkiliş edeyim ki, bərpa ediblər çox şeyləri. Görürsünüz. Belə bir gözəl yerdir, çox gözəl yerdir, doğrudan da gözəl bir yerdir. Ama yaramazlar dağıtmışlar, insanları güllələmişlər. İstəyirəm görəsinizi, yəni sırf Avropa şəhəridir. Elə bilirsən ki, Hollandiyadasan, yaxud Albaniyadasan, o paytaxtların yanında o kiçik şəhərlər olur, 50 minlik, 30 minlik, bax belə. O qədər gözəl bir yerdir. Küçələr, abad, insanlar hamısı, necə deyərlər, elitar insanlar, qayda qanun qoruyan, hamı belə bir yerdə. Ona görə istədim ki, görəsiniz ki, yəni bura Buça, nə Buçadır. Buçanı bərpa ediblər. Çox yerləri, bax, orada dağıdılmış binalar verdi. Onları da, deməli, bəzilərin tikiblər, mən sizə göstərəcəm, görün nələr tikiblər. Müharibə başlayandan sonra hələ nələr tikiblər. Mesela mən heç özüm düzü görməmişdim. Deməli, axırıncı da burada haçan olmuşam, keçən payızda olmuşdum axırıncı dəfə. İşte yolumuz düşür, amma belə ətraflı da yəni bütün şəhərin içərisini gəzməmişdim. Belarus sərhədinə qayıdırıq indi. Deməli, işlə bağlı getmişdik, hər şey orada yaxşıdır. Bununla bağlı axşam efirimizdə danışaram. Göstərəcəm ki, burada nə qədər bərpadır, burada dağılan evlər də var, görürsünüz. Bakı. Deməli, dağılan evlər də var, amma bərpa edilənlər də var. Çoxu bərpa edilir. Mütləq əksəriyyətin 90% demək olar ki, bərpa edilir. Burada da köhnə kənd Buçadır, Zelena Buçada deyirlər bura. Deməli, belə bir gözəl yerdir. İstəyirəm orada o təzə tikintiləri də göstərəm sizə. Müasir
müasir restoranlar, müasir deməli mərkəzlər. Vaxt var idi ki, Buçada 20-yə qədər Buça Vorzeldə pioner düşərgəsi var idi. Nəyə görə? Ona görə ki, burada çoxlu sular var, qumluq var, belə gözəl bir yerdir, şam meşələridir. Sonra Çornobil hadisəsindən sonra bura oldu, deməli, 4-cü zona, yəni şualanmışdı, belə deyək. İndi bax, göstərirəm ki, nə qədər yeni tikintilər gedir. Görürsünüz. Yəni, Ukraynada bax, görürsünüz, özünüz gördünüz. Demək, tikintilər davam edir. Buçanın bərpası davam edir. Özünüz də görürsünüz, necə gözəl şəhərdir, nə qədər mədəni, qabiliyyətli. Çox gözəl şəhərdir. Bu şəhər statusu var da, yəqin ki, artıq. O mənim yadıma gəlir ki, biz Kiyevdə yaşamaya başlayanda 30 ildən qabaq, 30 ildən qabaq. Deməli, bundan nə idi? Çöllük. Adıma gəlir, nə bilim, gəlirdik də buralarda, gəlib buralarda çöllərdə çayların qırağında filan dostlarla kebab çəkmək, nə dincəlmək və belə. Amma indi hamısı olub, bax belə, görürsünüz. Gözəl bir yer. Təşəkkür edirəm ki, axıra qədər baxdınız. Kimlər baxdınızsa, bəli, biləsiniz ki, Buçanın yenidən, bunlar da bərpa ediliblər. Bu rayonlar da bərpa ediliblər. Sonra əsas dağıntılar vağzal tərəfdədir. Vağzalın yanına getmirik biz. Biz mərkəzi küçəyinə, yəni Varşava trassası ilə gedirik biz. Kovel, Kiyev, Kovel, Varşava. Yəni, görürsünüz, tikildilər, bərpalar, hamısı var, siz gördünüz. Yəni, biləsiniz ki, Ukraynada hamı qələbiyə inanır, ona görə də bax belə insanlar milyonlar qoyurlar tikintilərə. Hamısı da aydındır ki, xüsusi təsərrüfatlardır. Yəni, burada da tamamilə deməli, dövlət bunların işinə qarışmır. Buranın yeri gəlmişkən deməli, başçısı Anatoli Fedorak, mən ondan daha çox yaxın münasibəti öz indi yox, neçə dəfə seçilir, 6-7 dəfə seçilir. Deməli, bu belə. Sağ olun dostlar, salamat qalın. Hər halda Buçanı gördünüz, inkişafı da gördünüz.